Forbes jurnalında dərc olunan məqalədə bildirilir ki, İran ətrafında yaranmış hərbi gərginlik və son müharibənin ortaya çıxardığı təhlükələr Azərbaycanın hava hücumundan müdafiə imkanlarını daha da gücləndirməsinə səbəb olub. Qlobal Infoza danışan politoloq Zeynal Əmrəliyev deyib ki, Azərbaycan uzun müddətdə öz müdafiəsini gücləndirir. Stat: 1990-cı illərdə torpaqlarımız işğal olunduqdan sonra bu proses başladı və bugünə qədər davam edir. Xüsusilə maddi-texniki bazanın gücləndirilməsinə diqqət yetirildi. Bu da bizə sonrakı illərdə yeni nəsil silah-sursat və hərbi texnika almağımızda çox faydalı oldu. Bir çox dövlətlə silah alqı-satqısına dair sazişlər imzalandı. Bugün ölkəmizə qarşı xüsusi risk olmasa da ordumuz inkişaf edir. Ölkənin ehtimal olunan təhdidlərinə qarşı ordumuz daim ayıq-sayıqdır. Real döyüş qələbəsi təcrübəsinə malik olan ordumuzun bu təcrübəni itirməməsi və gücünün azalmaması üçün davamlı işlər görülür. Bu da öz növbəsində bir çox xarici mətbuatda öz əksini tapır. O ki qaldı İran ətrafında baş verən gərginliyə, Azərbaycan bu məsələdə öz mövqeyini açıq şəkildə bildirib. Biz nə İrana müdaxiləni dəstəkləyirik, nə də münaqişələrin hərbi yolla həllinin tərəfdarıyıq. Hər nə qədər baş verənlər bizi narahat etsə də, bu bizim savaşımız deyil. Lakin ehtimal olunan təxribatlardan və risklərdən qorunmaq üçün ordumuzu gücləndiririk. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.